Görən bu Azərbaycanda bu avtoritarizmin kökü hardadır? Axtarıb gəlib tapmışam ki, avtoritarizmin kökü evimizin içində, anamız. Bir dənə arvad da oturur evdə. Oğlundan az işləyir, oğlundan az bilir, oğlundan az düşünür. Bütün nəsli o arvad idarə edir. Hamı onun sözü. Get Harvardda oxu gəl, Oxfordda oxu gəl, bir dənə ananın sözündən oturub durasın. Ana avtoritarizmi. Sözündən çıxa bilmirsin. Oğluna elçiyə gedir, qız alır. Qıza elə baxır, elə bil özünü alır. Görsən, özünə istinad edir, avtoritardır. Polislər məni tutanda yadıma gəlir, mənə demişlər ki, bəsdir, az danış, sus, danışma, kəs səsini. Fikirləşdim ki, bu sus, danışma, kəs səsini sözün mənə ilk dəfə anam deyib. Nətər olur bu, anamla bu hökumətin sözü eyni olur? Ana